Qənirə xanımla danışırdım. Allah rəhmət eləsin. Yəni ölüyə rəhmət yaxşıdır. Bəzən elə haqsızlıqlara rast gəlirik ki, bəzən fikirləşirik ki, filan kəsə rəhmət düşmür. Dostlar, mən istəyirəm ki, gəlin biz Qənirə xanımın balaca bir çıxışı var. Mən onu hazırlamışam. Ona bir dənə qulaq asaq, dostlar. Ondan sonra sizdən bir yerdə müzakirə eləyərik. Yəni siz də aktiv iştirak edin. Ola bilər ki, mən hardasa ədalətsizlik eləyə bilərəm. Ola bilər mən hardasa yəni xüsusi münasibətlərdən çıxış edərək səhv edərəm. Allahın mənə nə qədər ömür verdiyini bilmirəm. Hamımız bilmirik 10 gün sonra nə olacaq, deyilmi? 10 gündən sonra bəlkə bizim hər hansı birimiz bu həyatda olmayacaq. Bəlkə bir yıl sonra. Heç birimiz, heç kim həyatımızı bilmirik. Ən önəmli şey nədir? Biz bu dünyadan gedəndə nə aparacağıq? Bu paltarları da burada qoyub gedəcəm. Bu qulağımıza taxdığımız, boynumuza, hər şey burada qoyub gedəcək. Heç bir şey aparmayacaq. Ən sevdiklərimiz belə bizi torpağa tapşırıb dönəcəklər. Onlar da bizi tərk edəcək o anda. Bizdən nə qalacaq? Bir şey. Biz olmayandan 1 il, 2 il, 3 il sonra belə bizi xatırlayanda kimsə deyəcək ki, adam kimi bir adam. İndi mən bir sual verim dostlar. Yenə deyirəm, ölənə rəhmət yaxşıdır. Qənirə Paşayeva adam kimi, adam idi mi? Mən bu ANS-də fəaliyyətə başlayanda dostlar, inanın mən o qədər buna böyük hörmətim var idi ki, yəni mən onda AZTV-də işləyirdim və bunun yəni tibb universitetində oxuya da paralel şəkildə mən belə şeyləri çox görmüşəm. Məsələn, deyək ki, Həsən Məmmədov Allah rəhmət eləsin, bizim böyük aktyorumuz. Yəni Azərbaycanın mən sayıram ən böyük aktyorlarından biridir. Tamam, Paltehnin üstünə girmişdi, sonradan ikinci kursdan çıxdı, 7 aktyoru oxudu. Yəni bilirdi ki, baxdı, gördü ki, bura bunun yeridir. Amma Qənirə xanım məhz tibb universitetində oxuya medunçluq tutardı. Deməli, ANS-də işə başladı. İndi mən Qəzənfər Paşayevi siz hamınız, yəni mənim yaşımda olan adamların əksəriyyəti az çox kitab oxuyan adamların hamısı tanıyır. Onun bir kitabı çıxmışdı o vaxtı, yəni 70-ci illərdə idi deyəsəm. Deməli, 6 il Dəclə və Fərəz çayları arasında. Həmən o kitabdır. Mən o kitab oxuyandan sonra tanıdım. Onda mən yəni orta məktəbdə oxuyordum deyəsəm. Yəni, nəyi demək istəyirəm dostlar? Məsələn, Qənirə o jurnalist kimi çox obyektiv, yəni döyüşkən falan, hara gəldi, soxula bilən. İndi o yüksək yerlərə təbii məsələdir ki, tapşırıqla gedirdi və bir-iki dəfə Heydər Əliyevdən qabaqlaşandan sonra və buna deyirlər ki, karyera qurmaq. Yəni, bu karyera qurmaq deyil, inanın mənə. Yəni, tapşırıqla falandan sonra da baxır, görür ki, Sovetlərin belə bir şeyi var idi, Sovetlərdə. Məsələn, baxırdılar ki, bir adam narahatdır. Yəni, hər şey həqiqət filan zat başlayır. Həmən ona vəzifə verirdilər, susturmaq üçün. O da vəzifə girəndən sonra həm onun ləzzətini görürdü, həm də baxırdı ki, başqa cür mümkündür. Və Qənirə Paşayeva da təsəvvür edin. Heydər Əliyev fonduna kimi təsəvvür edin. Deməli, İlham Əliyev hakimiyyətə gələndən sonra, yəni atası bunu göndərəndən sonra bu həmən karyerada çox böyük dəyişiklik. Mehriban Əliyev Heydər fondu yaratdı və bunu özünə müavin götürdü və onunla da hər şey dəyişdi. Yəni, bu gördü ki, vəzifədə olmaq nə deməkdir? Və inanın, mən o nöqteyi nəzərdən deyirəm. Hələ ona kimi karyera 2003-cü il oktyabr hadisələrində həmən o ANS-də artıq Qənirə ANS-də satmışdı onda. Operator götürmüşdü. Qabaqda daşlayanlar arxadan da bu operatordan çəkə-çəkə gedirdi. Ki, göstərsin ki, yəni biz vəhşiyik. Biz varıq. Ondan bir gün sonra da
bugün 75 yaşı qeyd olunan 2-3 gün bundan qabaq Kamal Abdullah deyilən bir çoban yazar var. Vəzifə verəndən sonra bu tərcümə mərkəzi filan zad oyan bəlində Slavyan Universiteti direktoru. Təsəvvür edin. Və o çıxdı həmən oktyabrın 16-sında dedi ki, bəs meydana toplaşanlar hamısı vandallardır və ölkəni dağıtmaq istəyirlər filan zad oyan bir an. Halbuki ayın onda İlham Əliyev bir tam %29'dan deyə göstərmişdi ki, səs qazanır. Və həmən bu Qənirə Paşayevanı mən onda gördüm və ondan bir il sonra günlərin bir günü bizim bir dostumuz vardı. Mən deməli mən Fatmayda yaşayırdım. Həmən orada küçə var. Qaraqarayev küçəsi. Həmən o küçədə düz asfaltın qırağındadır. Həmən o Qaraqarayev küçəsində mənim evim asfaltdan benzib dönürdüm. Nömrəsini özüm demirəm, nəysə. Və mən aşağıda da mənim bir dostum var idi. Gəldi, gördü, orada bəyəndi falan dedi. Mən də buradan istəyirəm və biz getdik ona aşağıdan, deməli, Fatmaydan aşağı, deyəsən ora idi. Çoradil idi, yoxsa düzün deyim ki, adı yadımdan çıxıb dostlar. Yəni, ondan sonra da Fatmaya bağlardı da bilirsiniz. Deməli, Çoradil idi deyəsən, oradan bir deməli, haradasa bir 20 sot torba almışdı və günlərin bir günü bununla getdi o torpağa baxmağa, o da orada nəsə tikdirmək istəyirdi. Gördüm, bunun evinin böyründə, həmən bu torpağının böyründə bir dənə bir villa tikirlər kimsə. Dedi, bilirsən bu kimindir? Dedim, yox. Dedi, bu Qənirə Paşayevan'dır. Təsəvvür edin. Və mən düzün deyim ki, yəni inanın mən məsələn deyək ki, şey deyiləm, məsələn deyək ki, o şeydən ki, bəs filan bu hardan alır filan, təbii məsələdir. Məsələn, deputat olub, deputat maaşınla da yavaş-yavaş, məsələn deyək ki, 8-9 min ümumi şey eləyəndə 10 minə yaxın deputat indi pul alır. Yəni ayda bunun rahat, həmən o 10 minin 5-6 minini rahat götürüb, yəni o şeyə xərcləyə bilər. Məsələn, deyək ki, o pulla o istənilən bankdan kredit götürə bilər və onu tikdirə bilər. Amma məsələ burasındadır ki, orada tamam başqa adamlar idi onu tikdirənlər. Şəxsən Qənirə üçün hədiyyə tikirdilər onu. Deməli, Allah yarı və tanış. Deməli, axşamınız xeyir Şahəddin bəy, Qənirə Paşayeva hakimiyyətin adamı idi. Çox güman ki, rəhmət qazanmağa ancaq Allah bilər. Hə, mən elə onu danışıram. Gözəl insan, Allah yarı və onu danışıram ki, yəni Qənirə xanım, inanın, yəni özdə məsələn deyək ki, insan kimi mənim söhbətim olmuşdu, danışırdıq. Yəni çox şıxlı bir adam idi. Yəni necə ki, burada danışmır. Danışanda məsələn gürültü, yaxşı kitablar, zadlar oxuyur, savadlıdır, bilirsiniz, danışır. Amma arxada ne deyir? Məsələn, deyək ki, Qəzənfər Paşayev o gün danışır ki, bu 80-ci illərin axırları, 90-cı illərin əvvəllərində bunun qardaşı Əliyev Şina, Heydər Əliyev hakimiyyətdən gedəndən sonra ki, başlandı ki, o demokratiya falan Heydər Əliyev şəkillərini yandırırdılar. Bu onu da yığıb saxlayırmış bunu. Təsəvvür edin, Qəzənfər Paşayev bu saat artıqsa 80, 81, 80 keçib vuruyor. Mən bilən. Bir il, 2 il anarı bəri məsələn səhv edə bilərəm və o bu gündə danışır, yəni bu boyda ölkədə baş verən, bu boyda haqsızlıqlar, bu boyda Allahsızlıqlardan sonra məsələn deyək ki, onun o cür danışmağı məni elə incitdi ki, mən həmən o 6 il Dəclə və Fərəz çayları arasında o kitaba nifrət elədim. Amma onda onu mən oxuyanda çox gözəl bir kitab idi. Yəni orada bu işlərdən bağlı, nə bilim, yəni müxtəlif şeylərlə bağlı maraqlı kitab idi. Yəni o nöqteyi nəzərdən. Gülnar yazır ki, Qənirənin Binə qəsəbəsində də 2 qatlı böyük sahəsi olan bilirəm. Yəni yaxşı pulu da var. Yəni buna
burada belə bir şey var da, görünür ki, məsələn deyək ki, deputat olandan sonra, yəni o İlham Əliyevin deyək ki, qələminin altından keçəndən sonra bunlara həmin o maaşdan əlavə, yəni görünür əlavə nəsə verirlər və yaxud da deyək ki, Tovuz rayonunun məsələn icra başçısı Qaniryanın tapşırığı ilə olursa, məsələn deyək ki, o icra başçısı bunun üçün nəsə, yəni belə şeylər biz bilirik, onlar necə olur, yəni məsələ nədir? Məsələ nədir? Bu Qaniryanın heç kimi yox idi. Anası, atası məşhur müəllim idi, məsələn deyək ki, onların mən bilən heç pula ehtiyacı da olmaz. Yəni bu boyda satılmağa, bu boyda bu adamların olmağa gərək yox idi, yəni yaxşı başlamışdı. Bu həmən bu qadiyə da Heydər Əliyev və yaxud da İlham Əliyeva və yaxud da Mehriban heç kimə pulu və yaxud da mandatı elə belə vermir. Biz hamımız bunu gözəl bilirik və o nöqteyi nəzərdən mən ondan sonra inanın heç ona salam vermədim. Məsələn, gördüm qabaqdan gəlir, məsələn, deyək ki, ASTV-də və yaxud da deyək ki, hansısa bir idarəyə gedəndə falan da görürdüm. Məsələn, deyək ki, bir dəfə də şeydə görüşmüşdü, ondan Atatürk mərkəzində görüşdü. Heç salam vermədim, məsələn. Belə baxanda mən kiməm ki, salam verməyəm, işgəncəliyəm, bəlkə şeyinə gəlmiş ki, bu niyə salam verir, salam vermir. Yəni, o nöqteyi nəzərdən ki, burada bu həmən o ruhi, o qız yaxşı jurnalist, yəni yaxşı veriş yapar. Mən bilmirəm, o təbii məsələdir ki, o da, yəni orada bu Heydər Əliyevdən bağlı ümumi lider falan zadıyla danışır ki, belə təbii məsələdir, yəni o kanalın özü dövlət kanalıdır. Şahidin və itin də villası var. Onu Amir Nəzərov yazır. Allah Qənirə Paşayevədən rəhmət eləsin. Bunu ya Şəfa xanım yazır. İnsan çiğsi dəmir deyirlər. Hə, nəysə, yəni Allah təbii məsələdir. Ölənə rəhmət yaxşıdır. Cabir deyirdi ki, yaxşılar da yaxşılaşır ölən kimi, yamanlar da yaxşılaşır ölən kimi. Hə, nəysə, yəni yekunlaşdıraq, Allah rəhmət eləsin. Yəni doğrudan da getdi və özü ilə heç nə aparmadı və insan kimi insan, yəni təbii məsələdir ki, indi kim necə düşünür, elə də təbii məsələdir, onun qiymətini verəcək.